Əziz analar, hər birimizin məqsədi ailədə uşaqlarımızı sağlam, normal böyüdüb boya-başa çatdırmaqdır. Və bu dönəmdə mən bir aktual mövzu haqqında qadınlarımıza məsləhət vermək istəyirəm. Qız uşaqlarında cinsi inkişaf dövrü nə vaxt başlayır və o necə getməlidir? Əgər ailədə qız uşağı böyüyürsə, 8 yaşından 13-14 yaşına qədər, yəni 4-5 il müddətində qız orqanizmində hormonların, cinsi hormonların sintezi ilə əlaqədar olaraq yeni bir dönəm başlayır. Buna cinsi inkişaf dövrü deyirlər. Cinsi inkişaf dövrünün ilkin əlamətləri qızlarda süd vəzlərinin artıq yavaş-yavaş böyüməsi, qoltuq altı nahiyədə, qasıq nahiyədə düyüklərin əmələ gəlməsi, dəraltı pil toxumasının formalaşması, çəkidə olan dəyişiklik, çəki onu da deyim ki, artmağa doğru meyilli olmalıdır və bu dönəmdə cinsi hormonların təsiri nəticəsində qızların orqanizmi artıq qadın tipli anatomik quruluşa, skelet quruluşuna məxsus olmaq üçün formalaşır. Və bu dönəmdə, bu dönəmin sonunda ilkin olaraq qızlarda menarx, yəni aybaşı görünməyə başlayır. Bu dönəmdə valideynlərin borcu nədən ibarətdir? Vəzifəsi nədən ibarətdir? Yəni bu dönəmi çox həm psixoloji, həm düzgün qiymətləndirmək lazımdır. Əgər bu həmin yaş dönəmində qızlarda süd vəzləri böyümürsə, cinsel tüylər əmələ gəlmirsə, 14 yaşı olursa, aybaşı funksiyası görmürsə, həmin analar mütləq ginekoloqlarına müraciət etməlidirlər və vaxtında aydınlaşdırmaq lazımdır ki, cinsi inkişafın ləngiməsi nə ilə bağlıdır. Və yaxud da ki, bu dönəmdə uşaqlarda həddindən artıq çəki çox böyüyürsə, çox sürətlə artırsa, mütləq endokrinoloqa və ginekoloqa müraciət etmək lazımdır ki, çəki artımını da müəyyən sərhəd daxilində icazə vermək lazımdır. Əgər 7-8 yaşından əvvəl qızlarda cinsi inkişaf dövrü başlayırsa, bu artıq patologiyadır və bunun üçün mütləq baş beyin MRT olunmalıdır, hormonlar yoxlanılmalıdır və vaxtında sürətlə gedən erkən cinsi inkişafın qabağı alınmalıdır. Həm erkən cinsi inkişaf, həm də gecikmiş cinsi inkişaf patologiyadır. Mən anaları sahib olmağa 8-14-10 yaşa qədərki dövrdə hər bir cinsi əlamətin formalaşmasına, inkişafına diqqətlə fikir verməyə çağırıram. Vaxtında olunan yardım uşağın orqanizminin düzgün formalaşmasına, maddələr mübadiləsinin düzgün getməsinə, hormonal sistemin normal formalaşmasında sizə yardımcı olacaqdır. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.